Böyüklərin xeyir duası olmadan, böyüklərin məsləhəti olmadan cavanların evlilik məsələsi. Görürsən, böyüyün xeyir duası olmayanda cavanlar evlənir, müvəffəq ola bilmirlər. Ailə həyatında uğur qazana bilmirlər. Amma keçmişdə böyüklərin xeyir duası olub, böyüklərin məsləhət məşvərəti olub. Demir ya, müasirlikdə müəyyən məqamları biz bu söhbətimizdə istəmirik tənqid eləyək. Bəli, elə yerlər var ki, təqdirə layiqdir. Məsələn, Peyğəmbərimizin Həzrət Əli əleyhissalam Həzrət Fatimə üçün yanına elçiliyə gələndə Həzrət Peyğəmbər Həzrət Fatiməni dinləndirdi. Düzdür, Həzrət Fatimə danışmadı, amma ondan məsələni bölüşdü. Ya Fatimə, əmim oğlu Əli sənin üçün gəlib, sənin elçiliyinə gəlib. O vaxtı elçiliyi cavanlar özləri eləyərdilər. İndi müəyyən cəmiyyətlərdə adət-ənənə fərqlidir. Həzrət Əli əleyhissalam Həzrət Fatimə üçün elçiliyə getmişdi. Həzrəti Peyğəmbər demədi ki, bəli, elə Həzrəti Fatimə sənin. Gəldi, məsələni Həzrəti Fatiməyə dedi. Və Həzrəti Fatimə Zəhra salamullahi əleyha susdu, heç bir söz demədi. Həzrət Peyğəmbər buyurdu ki, sukutuha rizaha. Həzrət Fatimənin sakit qalmağı onun razılığıdır. Ya əmirəl-müminin, qızım Zəhra razıdır. Nə dedi ya Rasulallah? Sakit qaldı, bir söz demədi. Görürsünüz, burada Peyğəmbər durub qızı Fatimə-i Zəhra salamullahi əleyhaya gəlir, Həzrət Əli əleyhissalamın evlilik təklifini deyir və onun razılığını alır. Yəni, bu da müasir dövrdə var ki, bəli, ata-ana öz qızını elə məsləhət məşvərət etmədən məcburi ərə verməz. Bu da yanlışlıqdır. Bu elə bizim dinimizdə də var ki, qızla məsləhəti, məşvərəti eləmək və onunla o işi bölüşmək, o təklifi bölüşmək lazımdır. Amma sözüm buradadır ki, hər halda bu da lazımdır ki, böyüyün xeyir duası. Böyüyün xeyir duası, bu çox önəmlidir. Bir cəmiyyətin mədəniyyət səviyyəsi onun təklifə, tapşırığa, göstərişə münasibətindən asılıdır. Məsələn, biz bəzən bir adam ki, qanundan kənar işlər görür, ona zirəng adam deyirik, məsələn. Bir adam ki, məsələn, sırf qanunla gedir, sırf qayda nədir, tapşırıq nədir, verilən hökm, fərman nədirsə, onunla yaşayır, biz deyirik ki, məsələn, bu iş bacarmayandır. Yəni, bir növ baxış dəyişib. İnsanlarda tapşırığa, qanuna, qaydaya baxış dəyişib. Bir cəmiyyətin qanunu budur, bir cəmiyyətin tapşırığı budur. Bu cəmiyyətdə bu cür olmalıdır. Bəli, mən onu canla başla qəbul eləməliyəm və ona əməl etməliyəm. Qəbul eləyib ona canla başla əməl eləyəndə deyərlər ki, bu inkişaf eləmiş bir ölkədir, inkişaf eləmiş bir cəmiyyətdir. Nəinki o cəmiyyət ürək istəyən kimi yaşayır, nə qayda tanıyır, nə qanun tanıyır, nə böyük tanıyır, nə böyüyün sözün bilir, nə böyüyün sözünü eşidir, nə qəbul eləyir. Elə öz başı, öz fikri, öz istəyi, öz həyatı, belə bir cəmiyyət demək olmaz mütərəqqi və müasir bir cəmiyyət. Vaxt dinimizin hökmlərə münasibəti budur.